Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gələn Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər proqramına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Üfüq Gənclərin İnkişafı naminə İctimai Birliyi "Mən idmanı seçirəm" devizi altında gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi layihəsinə start verib. Qeyd olunan məqsədlə birlik 8 regionda analoji xarakterli tədbirlər keçirmək istəyindədir. İlk tədbir isə Mingəçevir şəhərində çoxmilli turizm kollecində baş tutub. Gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları zərərli vərdişlərdən uzaq tutmaq niyyəti ilə belə bir missiyanı üzərlərinə götürdüklərini açıqlayan Ümid Gənclərin İnkişafı naminə İctimai Birliyinin icraçı direktoru Nahid Quliyev hər kəsi bu kampaniyaya qoşulmağa dəvət etdi. Zərərli vərdişlərdən uzaq olaq və mən idmanı seçirəm başlığı altında layihə Azərbaycan Respublikası Prezidentinin 2011-2015-ci illərdə həyata keçirdiyi dövlət proqramı əsasında Gənclər və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə yardımı əsasında Üfüq Gənclərin İnkişafı naminə İctimai Birliyi tərəfindən həyata keçirilir. Bu layihənin ilk başlanğıcıdır. Mingəçevir şəhərində ilkin olaraq biz bunu həyata keçiririk və növbəti 8 rayonda biz zərərli vərdişlərdən gəncləri uzaq edək devizi altında mən idmanı seçirəm, idman oyunlarını həyata keçirəcəyik. Və biz bu idman oyunlarının yekun olaraq bizim proyektimizdə, layihəmizdə iştirak edən Mingəçevir gənclərinə öz təşəkkürümüzü bildiririk. Turizm kolleci nümayəndələri də belə bir tədbirin ilk olaraq məhz turizm kollecinə salınmasını əlamətdar hadisə olaraq dəyərləndirdi. Beləcə, gün ərzində kollecli tələbələr unudulmaz aksiyanın fəal iştirakçısına çevrildi. 50 gəncin iştirakı ilə marafon yarışı, qızlardan ibarət 4 komandanın iştirakı ilə voleybol turniri və digər kütləvi idman yarışları keçirildi. Qalib və mükafatçılara kubok, medal və xatirə hədiyyələri təqdim olundu. Mən idmanı seçirəm layihəsi həm də gənclərə siqaret, alkoqol və narkotik vasitələrdən uzaq düşməyin vacibliyi barədə geniş bilgilər çatdırdı. Ehtiram Muradlı, Müşfiq Əliyev, MTV.